Bu hissədə əgər bu mətbəx hissə ki biz danışdıq sizlə ki, oranı istəyər otaq eləyər, oğluna verər, istəyər mətbəx eləyər, yemək oturub yeyərlər. Bax orada bir onun təzə qaz sobası quraşdırılıb və xətt ora gəlir. Bir mən ayrıca özüm ödəyəcəm. Özüm nə qədər... Yox, ayrıca heç nə olmayacaq bu həyətdə. O adam, yenə də deyirəm, ruhi xəstədir. Dövlət ona birinci qrup əlilliyi verir. Mən ona etibar eləyə bilmirəm. Suyu siz ödəyirsiniz, su xəttini, su sayğacı sizə yazılır, belə deyək. Elədir? Hamısı, qaz da, su da... Qaz da, bax, öz adına yazılır. Dairədir işi. Çünki mən də, deyir ki, nətər deyəm, təzə ailə quran vaxtı məndə də qaz yox idi. Mən də tokla istifadə eləmişəm ancaq. Coşqun, bax, xahiş elə. Ya, normal dediyinə razılaşan deyirəm. O qaz sobası olmasın, yayda istifadə və elektrikli olmalı. Ay Coşqun. Mən gələm, bax, Yox, o görürsən, mən alçaq şeylər adamdır. O özünü təmizdir.